Fikrimcə, ölkə başçısı ilə olan müsahibə hər bir jurnalistin karyerasında olan ən vacib hadisələrdən biridir və mən özümü çox xoşbəxt hiss edirəm ki, ikinci dəfə bu cür müsahibədə iştirak edirəm və deyə bilərəm ki, müsahibənin ilk dəqiqələrində əlbəttə jurnalistlərin arasında həyəcan hissi var idi, lakin müsahibə zamanı olan o səmimiyyət, bütün istiqamətlərdə incə detallara qədər dəqiqlik bizdə tam başqa bir hiss yaradırdı və müsahibə 3 saatdan çox davam eləyirdi və o qədər vacib mesajlar verilirdi ki, mənim fikrimcə bunu həm keçən ilin yekunları kimi qəbul eləmək olar, həm də bu il üçün müxtəlif istiqamətləri müəyyənləşdirir. Kommunikasiya həmişə vacibdir, lakin indiki dövrdə, texnologiya dövründə bu tam başqa bir əhəmiyyət daşıyır və biz bunu ikinci Qarabağ müharibəsi zamanı gördük. Cənab Prezidentin bütün çıxışları, bütün müsahibələri, sosial şəbəkələrdə paylaşımları çox böyük maraqla qarşılanırdı və ən əsası, ən etibarlı mənbə kimi qəbul olunurdu. Nəinki ölkə daxili auditoriyada, həm də ölkə xaricində də belə və CBC rus dilində yayımlanan bir telekanaldır və biz görürük ki, Cənab Prezidentlə bağlı bütün xəbərlər, bütün müsahibələr həmişə böyük maraqla qarşılanır və biz statistikaya baxırıq. Bizim auditoriyamız xüsusilə Mərkəzi Asiyada və MDB ölkələri arasındadır və biz görürük ki, çox böyük həvəslə qarşılanır.